atarsam mən qarışdı. Oldu. Beynim qarışdı. O testdən sonra ayrı test gəldi, onun yarısı düşürdü, 5-6 suala. Yəqin onu deyil. Hə, yəqin ki. Gəl buna baxaq. Sən nə desən mənə atarsan deyəcəm cavablarını. Testdə hamı yazıb. Birinci başlayırıq Hafizdən. Hafiz 1-ə nə yazmısan? Belə yoxlayırıq tək-tək. Müəllim, mən 1-ə A yazmışam, izah eləyə bilərəm. Əlbəttə izah eləməlisən. Müəllim, orada müəllim 500 mindən 100 mini bölmüşəm, elə 5 almışam. 1 santimetrdən 5 kilometr, elə A almışam. Əla, tamamilə doğru. Əgər belədirsə, siz də bir plus yazırsınız. Yaxşı. Ləman, 2-yə bax. Nə yazmısan 2-yə? C yazmışam. C? Bəli. İzah elə. Burada 10'dur. Kilometre çevrəndə 10 damla 5 sıfır artırırdı. 10 damla 5 sıfırında 1 milyon edir. 1 bölünsün 1 milyon. O da C variantı. Ay, sağ ol. 2-də C. Yaxşı. Ayna 3. Bir dəqiqə mən olar baxın, bu testi harda yazmışam. Müəllim, izah eləyim o baxana kimi. Yox, əsəbləşmə. Əsəbləşmə, çünki Məryəmin növbəsidir. Onda ayna sən tap, mən rekord edirəm. Lap belə tapa bilməsən, rekorda baxıb, testi təzdən işləyib cavablara baxarsan, olar? Oldu müəllimə. Okey, tapsan mənə de. Məryəm. Bəli. 3-ə nə yazmısan? D. Nə? D. D? Hə, dadaş. Aha, indi izah elə. Birinci metrdən, birincidə metr. D variantında metr uyğun gəlir. 2 dənə sıfır silirsən. Ay son. İndi ay Məryəm, müəlliməyə bax. 2 sıfır siləndə 2-nin yanında neçə sıfır qalır? 2000. Ay, 4000. demək bu D variantı səhvdir. Demək biz nəyə çevirməliyik? Kilometrə. Kilometrə çevirmək üçün neçə sıfır silməliyik? 5 dənə sıfır. 10 sıfır. Neçə olur onda? 2. Ay sağ ol. 2 kilometr. Cavabımız ya A olacaq ya C. İndi 2-yə bax. 2-dən nə qədər sıfır siləcək? 100 minə bölürsən. Abladım. Ay sağ ol. 4 onda 5. Aha. Şeydə də 3-də də 5 sıfır silirsən 6 kilometr. Doğru cavab A variantı. Yaxşı. İndi keçirik Hafizə. Hafiz 4-də nə yazmısan? Müəllim, 4-də B yazmışam, izah eləyə bilərəm. Buyur. Müəllim, 4-də deyir ki, burada göstərilərin böyüyün, doğru böyüyün olan müəyyən edin. Mən burada ən böyüyü 10 mindir, ən kiçiyi isə 20 min götürmüşəm. Elə mən bu variantı. Ay sağ ol. Biz demişdik ki, əgər birdən sonra böyük ədəd olarsa kiçik miqyasdır, kiçik ədəd olarsa böyük miqyasdır. Ona görə 2 milyon 500 min 10 min şəklində Hafiz sıralayıb, düz sıralayıb. 5 Ləman. B yazmışam. 1 bölünsün 50 min. Ay sağ ol. Demək özünüzə qeyd edin ki, böyük miqyaslı xəritələr daha dəqiqdir yaxud müfəssəldir. Bəzən ola bilər ki, baxın, bu dəqiq sözü olmaz, sadəcə müfəssəl sözü olar. Ona görə bunu qeyd edin. Yaxşı. 6 Məryəm. 6-ya A yazmışam. Necə etmirsən? İzahdan Məryəm. Uzaqla. 5 dənə sıfır silmişəm. Ay sağ ol. Tamamilə doğru. O da olub 2 kilometr. Demək 6-da gənclər A variantı oldu. Hafiz 7. Müəllim, 7-də də müəllim 25, 250 mini bölmüşəm 100 minə, elə 25 elə almışam. Asan deyil müəllim, miqyas asandır. Bəli, düz almısan, 5 dənə sıfır silmisən, düz almısan. Ləman 8. 8'de E variantı almışam. 1 santimetre 0,14 kilometr. 0,4'ün dalına 5 sıfır artırırıq. O da virgül sağa gedir deyə 1 bölünsün 40 mindir. O birisində 1 santimetrdə 50 metrdir. Santimetrdən metrə çevirəndə dalına 2 sıfır artırırdıq. Aha, hansı variant oldu?
E yazmışam orada. A variantı oldu da ama. 2-0 artıranda ne olur 50'nin yanına? Variantı səhv yazmışam bir tane. Eyvah. Məryəm 9. A yazmışam. Okey. Böyükdən kiçiyə. 300 min, 200 min, 30 min. Sən kiçikdən böyüyə düzmüsən. Bax, Məryəm, böyükdən kiçiyə deyirsə, ədədləri azdan çoxa doğru düzəltsən. Bax, Məryəm, bu imtahana, testlərə çox düşür. Və çox qəribə halda abituriyentlər bunu qarışdırır. Müəlliməyə bax, miqyas böyükdən kiçiyə deyirsə, bu birdən sonra ədədlər var, onu azdan çoxa doğru düzəcəksən. İndi hansı variant uyğun gəlir? C variantı. C 65 yox. Bax, 65 milyon, sonra ondan da düşür təzədən 200 minə. Diqqətli bax. Özü tapacaq, narahat olmayın. Tələsməyin, özü tapacaq. Məryəm, bax, ədədlər azdan çoxa doğru. Hansı variantdadır? B variantı. B yoxsa E? E. Ay Məryəm, bax 70 milyon 400 mindən böyükdür də, sən kiçikdən böyüyə doğru düzürsən. Kiçikdən böyüyə. Azdan Hemen çox. dedi ya da dedi. Buyur. Müəlliməyə bax. 1 bölünsün 100 min. Sonra 600 min, sonra da 4 milyon. Aydın oldu mu? Aydın oldu mu? Aha. Bəli. Bax, bir də burada səhv eləmirsən. Böyükdən kiçiyə deyirsə, ədədləri artan sıradan düzürsən. Birdən sonra olan ədədləri. Yaxşı. Hafiz 10. Mən onu yazmamışam, amma 11 izah eləyə bilərəm. Hayır, onu izah eləyəsən. Onu. Biz bunu necə eləyirdik uşaqlar? Bunu dərsdə işləmişik. Ona uyğun olanı. Necə işləyirdik? Kim kömək eləyər? Müəllim, orada ən böyük miqyas deyirsən, müəllim, 200-dən 800-dən olan deyil. Kim demək istəyir desin? Kim demək istəyir? Amma sənin əlin qalxıb. Bəli. Okey, buyur, kömək elə bizə nə etməliyik öncəliklə. Mən burada birinci hər variantı çevirmişəm. Ay, Mən- sağ ol. Uşaqlar, baxın. O kameralarınızı açmadığınız üçün mən bilmirəm orada nə edirsiniz, dərsləri qeyd edirsiniz, ya nə edirsiniz. Demək, ilk növbədə sizə ən böyük miqyası soruşursa, ilk növbədə çeviririk. Baxın, 1 bölünsün 50 yanında 5 0. 1 bölünsün 200 yanında 2 0. 1 bölünsün 30 yanında 5 0. 1 bölünsün 250 yanında 5. Bəli. İndi doğru cavab nə olar? İndi burada A sınırında 1 bölünsün 5 milyon. Ay, B sağ ol. sınırında 1 bölünsün 200 idi, 2 sıfır artırırıq 20 min. Ay, sağ ol. C sınırında 1 santimetrdə 30 kilometrdir. Hafiz 1 qeyd elə də, Hafiz qeyd elə. Eləyirəm, müəllim, narahat olma. Görürəm oradan. Yox, müəllim, bu kitablar bölünsün 1 bölünsün 3 milyondur. D variantında 1 bölünsün 25 milyon. E variantında da 1 bölünsün 50 min. Ay, Bu da nə demək ki, ən böyük miqyası müəyyən edin. Aha. Ən böyük miqyasda 1 bölünsün 20 min olandır. Ay, B sağ ol. Malades uşaqlar. Baxın. Aydın oldu mu? Məryəm, Ayna. Aydın oldu sizə də. Müəllimə bir dənə A variantını təzədən deyə bilər. O birisilər aydındır. Bəli. 50 A variant- kilometr. Aha. A variantında 1 santimetrdə 50 kilometrdir. Miqyaslara qızıl qayda var ki, santimetrdən kilometrə çevirəndə 5 sıfır əlavə edirdik. 50-nin dalına 5 sıfır əlavə edəndə 50 idi, 5 milyon olur. Ay, sağ ol. Başa düşdün? Aydındır. Ayna. Bəli. Okey.
Bax, xətti miqyasdan ədədi miqyasa keçəndə Ləman dediyi kimi iki şeyə diqqət edirsiniz. Bir, sıfırın yanındakı ədədi çevirməlisiniz mütləq. Bax, bu 200-ü falan çevirmirsiniz, ha? Onun yanına sıfırlar əlavə eləmirsiniz. Bax, sıfırın sağına soluna görürsünüz, eyni ədəddir. Bəzən ola bilər ki, bax belə olsun. Bax, bu 50 olmasın, buradan sağa doğru davam etsin. Bu da doğrudur. Yəni sıfırın yanına baxırsınız da, uzun sözün qısası. İkinci dəfə bilirsiniz nəyə baxırsınız? Burada kilometrdir. Bax bu xəttin yanında. Kilometrdir, metrdir, nədir? Kilometrdirsə neçə sıfır əlavə edirik Məryəm? 5-0. Ay, sağ ol. Metrdirsə? 2-0. Ay, sağ ol. Razılaşdıq. Hafiz 11. Müəllim, 11-dən müəllim 27-ni vurmuşam 100 minə, eləyir 2,7 milyon də 27 milyon çarıqdım müəllim orada. 27 milyon, 27 milyondan müəllim 9-a bölmüşəm, eləyir 300 min. Aha. 300 min. Ha, düzdür. Hafiz, sən bir söz deyim müəllimə. Birbaşa çevirmə. 27-ni böl 9-a oldu mu 3 kilometr? 3-ün yanına da 5 sıfır əlavə etdin. Nə oldu? 300 min. Yəni özünü çox böyük milyon milyard sıfırları ilə incitmə. Burada başqa rəqəmlər də alına bilər. Yəni böyük rəqəmlər də verilə bilər. Razılaşdıq. Birinci, bölürsən, çevirirsən. Bölürsən, çevirirsən. Aha. Demək. Növbə kimdə idi? Məryəmimizdə. Məryəm 12. Mənim 12. Aha, Məryəm 12. B variantı. Hansı? B variantı. İzah elə. 8 kilometrdir. Onu çevirəndə 5 dənə 0. O birisini çevirəndə ona da 5 dənə 0 əlavə eləyəcək. Əla. Tamamilə doğru. B bəndi. Gəldik bizim çalışqan Hafizimizə. Buyur Hafiz. On üç. Mən 10 yazarım ki, müəllim. Əsəbləşməyim. Təzyiqim qaldı. Kim yazıb? Deyil aman, de. Burada deyir ki, bir bölünsün 1 milyon ədədi miqyası xətti miqyası şəklində göstərin. Biz deməsin, bunu çevirəndə 10-dur ki, dalına kilometrdə 5 sıfır artırın, o da artıranda 1 milyon edir. O da elə variant. Ay sağ ol. Bax, Ləman neynədi? 5 sıfırı sildim, miqyasın qızıl qaydasını tətbiq elədi. Burada oldu 10. Sıfırın sağına, soluna 10'a əlavə etdimi? İndi bax, sizi bir dənə çaşdıran variant bu şey ola bilərdi ki, gənclər bura baxın, fikir verin. Burada 10 yanına metr yazılsa. Amma biz neyinirik? Birinci çeviririk, ikinci dəfədə isə bu vahidi buradan axtarırıq. Bax, bu vahidi buradan axtarırıq. Yadınızda qalsın. Demək, Hafiz 14-dür. Müəllim, 14-dən müəllim 28-i vururam müəllim 100 minə, eləyir 28 milyon. Ondan sonra 28 milyonu bölürəm 4-ə, eləyir mənim 700 də elə bir şey al. O da eləyir E variantı. Aysa, bayaq mən necə öyrətmişdim amma? Necə? Bayaq mən necə öyrətmişdim bunu? Mən bildim, siz öyrətmədən qabaq o cürə gedirim, mən o cürə gedirəm. Yaxşı, 27-ni böldün 4-ə, 7, 7-nin yanına da 5 sıfır əlavə elədin, oldu Y bəndi. İndi keçirik 15-ə. 15-i Məryəm deyəcək bizə. 8-i mən vurmuşam 2,5-ə. Əlasan. Demək, çox üzr istəyirəm Məryəm, bircə dəqiqə. Məryəm neyini? Biz keçən dəfə buna uyğun məsələ həll elədik, daha çətin variantını həll elədik. Məryəm əvvəlcə məsələni nöqtəyə qədər yazıb. Yəni, miqyas xəritədəki məsafə. Həqiqi məsafəni tapmaq üçün 8 vurub 2,5-ə neçə almısan? 20. Ay, sağ ol, 20. Daha sonra neynəmsən Məryəm? 16-ı bölmüşəm 20-yə. Onlar da sayılır. 4,5, o da bərabər bir tam. 20-ni 16-ya. Düzdür amma? Çünki sən həqiqi məsafən 20-dir. 16 böləndə neçə alınıb?
12 onda 5. 1 bölünsün 1 tam 25. Hansı variant olub? B variantı. B. Düz almısan cavabı. 1 tam %25, yanına da 5 sıfır əlavə edəndə 125 mi? Bəli. Yəni 20-ni bölürsən 16-ya, 1 tam %25, yanına da 5 sıfır əlavə edəndə bəli, tamamilə doğru. Ləman 16. Burada deyir iki məntəqə arasındakı həqqi məsafə 600 kilometrdirsə, birinci burada tapırıq ki, yəni aydındır ki, həqqi məsafəmiz 600-dür. Sonra deyir 1 bölünsün 20 milyon miqyaslı xəritədə, 1 bölünsün 20 milyonu kilometrdən 5 sıfır silik, orada qalır 200. Orada bu demək ki, 1 santimetrdə 200 kilometrdir. Bəli. Miqyaslı xəritənin həmin məsafə neçə santimetr olar? Mən burada həqqi məsafə 600 isə, miqyasımız da 1 santimetrə 200 kilometr, yəni 200-dür. Xəttəki məsafəni tapanda həqqi məsafəni vurduq miqyasa, o da bərabərdir 600 bölü 200 3 santimetr. Cavab B variantı. Ayson, başa düşməyən olsa uşaqlar, bax təzədən soruşun. Yəni Ləman çox qəşəng izah elədi. O da siz narahat olmayın. Ləman keçən il hazırlaşıb, ona görə bazası artıq formalaşıb. Yəni siz narahat olmayın. Sıfırdan biz çox yaxşı bir vəziyyətə gələ biləcəyik. Qətiyyən narahat olmayın. Bu Ayna da testlərini tapmadı. Ayna qeydiyyat aparırsan? Bəli, müəllimə, narahat olmayın. Mən sən görməyəndə narahat oluram. Hansınızı görməsəm, mən çox narahat oluram. Yaxşı. Növbə Hafizdədir. Hafiz 17. Müəllim 17-də müəllim 9-u vurmuşam 50 minə, eləyir 450 min. 450 minlə bölmüşəm. Müəllim 2 eləyir də 15 min. Aha. Demək 9-u vurub 50 milyona çox böyük sıfırlarla işlər görüb, amma əslində birbaşa buradan 5 sıfırı silir, 9-u vurur 500-ə 4500, sonra da qayıdır miqyasdan 4500-ü bölür 300-ə, o da edir 15. Tamamilə doğru Hafiz. Aha. Bu da doğrudur. Keçirik Məryəmə. Məryəm 18. 7 bölüm. Aha. 1050 bölmüşəm 7-yə. Ay sağ ol, neçə almısan? 150 bölünsün 1. O da cavab aldı. Ay sağ ol. 150 yanına da 5 sıfır Məryəm. Aha. Sizi bir növ coğrafiya müəlliməsi kimi danışdıracağam. Keçirik Ləman 19. Miqyası 1 bölünsün 500 min olan xəritədə A və B şəhərləri arasındakı məsafə 15 santimetrdirsə, burada 1 bölünsün 500 mindir. 5 sıfırı silirik. Burada qalır 5 kilometr. 1 santimetrdə 5 kilometr. Buradakı 15 bizim xəritəki məsafədir. Aha. Burada da həqqi məsafəni tapmaq üçün xəttəki məsafəni vururduq miqyasa. Aha. Bizim xəttəki məsafəmiz 15-dir, miqyasımız da 5-dir. 15 ilə 5-ə vuranda 75 eləyir. O da A variantı. Aysun, tamamilə doğru. 75 kilometr. Hafiz 20. Müəllim 20-dən müəllim 80-i vurmuşam 100 min eləyir 800 min. 800 mində müəllim biraz orada qarma qarışıqlıq oldu. Onu tam dəqiq yazamadım onu. Gözlə. 80 nədir Hafiz? Müəllim 80 mənim kilometr xəritə üzərində olan kilometrdən. Yox. Həqiqi məsafə. Həqiqi məsafə. Ay sağ ol. Xəritədəki məsafə nə qədərdir? 16. Aysu 16. Miqyas tapmaq üçün nə etməlisən? Düsturu yadva sal. Müəllim birinci 80-i vuracağam müəllim. Yox. Müəllimə bax, bir dənə düsturu yadva sal. Müəllim birinci müəllim vurmalıyıq da nə müəllim? Mən bunu aldım müəllim. Miqyasın düsturunu yadva sal. Bir dənə düstur. Kömək eləmək istəyir. Mən Aha, buyur. miqyas bərabərdir həqqi məsafə bölünsün xəttəki məsafə. Ay sağ ol. Miqyas tapmaq üçün nə etməlisən Hafiz? Müəllim həqiqi məsafədən Həqiqi xəritədəki məsafə. məsafəni xəritədəki məsafəyə bölürsən də. İndi burada sən həqiqi məsafən nə oldu?
Mənim həqiqi məsafə mənim 80 oldu da mənim. 80 ilə vurdum mənim 100-ə, 100 minə elə Həqiqi məsafən 80-dır. Xəritədəki məsafən də 16-dır. Sadəcə və sadəcə 80-ı bölürsən 16-ya edir 5. Elədi mi Hafiz? 5. 5-in yanına da 5 dənə 0 əlavə edirsən. O da olur D-bənd. Bu qədər. Yəni çox sadə. Düsturu əzbərlə. Mən sözlə kəsirəm, üzr istəyirəm. Mən orada 80 mənim 100 minə vurdum, 800 min aldım. 800 min də mənim orada 5-ə böldüm, 16-ya böldüm, o elə aldım mən onu. Biz qarma qarşı. Müəlliməyə bax, qarma qarşı. Sən bu çevrilməni ancaq və ancaq miqyasda edirsən. O 1 bölünsün olanlar var. Bax, onlarda edirsən. Yəni 80 kilometr görəndə götürüb birbaşa santimetrə çevirməyinə nə gərək var da? Yəni ehtiyac yoxdur etdiyin prosesə. O səni yoracaq. Sadəcə bax, həqiqi məsafə var, xəritədəki məsafə var. Miqyas tapmaq üçün həqiqi məsafəni sadəcə xəritədəki məsafəyə bölürsən. Vəsiyo, bitdi. Yaxşı. 21 Məryəm. Mən miqyasdan birinci 5 0 sildim. Elədi qaldı yerdə 200-ü. 800 bölüm 200-ə bərabər eləyir 4. A bəndi. Ay sağ ol, tamamilə doğru. Yəni artıq sıfırlardan qurtulursunuz uşaqlar. Ləman 22. Miqyası olaraq 1 bölünsün 2 milyondur. 5 0 siləm qalır 1 bölünsün 1 santimetrdə 20 kilometr. Bu bizim miqyasımızdır. Xəttəki ilə məntəqə arasındakı məsafə 8,5 santimetrdir. Onda bu deməkdir ki, xəttəki məsafəmiz 8,5-dir. Həqiqi məsafəni tapanda xəttəki məsafə vurulsun miqyas 8,5-də miqyas adana, yəni 20-yə vuranda da 170 variant. Ay sağ ol. Hafiz 23. Müəllim 23-ü müəllim yazan müəllim o. Həqiqi sahə nəyə bərabərdir? Həqiqi sahə 225 km. Yo. Həqiqi sahənin düsturu. Həqiqi sahənin düsturu bərabərdir xəritə sahəsi düsturu. Deyim. Kömək edin qızlar, Hafiz bilmədi. Xəttəki sahə vurulsun. Yadımdan çıxır müəllim mən. Yaz, əzbərlə. Ən çox gördüyün yerə yapışdır, telefonun üstünə yapışdır, telefonun nə bilim o ekran şəkli ilə, yəni ən çox haranı görürsənsə ora yapışdır da belə deyək. Nə bilim. Müəllim, üzr istəyirəm müəllim. Bu məndə bir problem bu ki, müəllim, testi verirlər, testi yazıram, amma bu qayda oxumaqda bir dənə mən problemim odur. Amma testi yazanda testi rahat yazıram. Coğrafiyada qayda çox önəmlidir. Yəni testi yazırsam, görsən bu məsələdə problemim var. Ləman kömək elə. Həqiqi sahə bərabərdir. Xəttəki sahə vurulsun miqyasının kvadratına. Həll edeyim misalı? Aha. İndi Hafiz, yox əsəbləşmə. Hafiz, buradan miqyası tapmaq üçün, bax miqyasın düsturu. Miqyası tapmaq üçün həqiqi sahəni xəritədəki sahəyə bölməlisən. Həqiqi sahə bölünsün xəritədəki sahə. Həqiqi sahə nə qədərdir? Həqiqi sahə müəllim 225. Ay sağ ol. Xəritədəki sahə 9. 225-i 9-a böləndə edir 16. 16-dan da kök almalısan. Neçə olur? 8. 4-də 4. 4-ü 4-ə vuranda 16 eləyir də. Bax, bu da olur A bəndi. Yaxşı. Məryəm 24-ü səndə? 24-ü xəritədəki olmuşsun. 24-ü mən kök altına salmışam. 12 bölünsün, 48 bölünsün 12. Ay sağ ol. Onları da ixtisar eləmişəm. Ay sağ ol. O da bərabər kök altında 4 bölünsün 1. O da bərabərdir 2 bölünsün 1-ə. Yəni cavab E-yə. Ay sağ ol. Ay sağ ol. 2-nin yanına da 5 0 əlavə etmisən. Y bəndi. Ləman 25. Dev ayaqda bu kolluq. Ay sağ ol. Bu kolluqdur. Qeyd eləyin sizdə. Yəni pluslar yazın. Axırda nəticəni deyəcəksiniz mənə. Yaxşı. Hafiz 26. Bəli. Dəqiqə müəllim.
Mən 26-da müəllimcə yazmışam. Düzdür. Məryəm, Bu yazmışam mən. düzdür. Ləman, B yazmışam. bataqlıq, tarla, bax, düzdür. Konturludur bunlar. Hafiz, Sən müəllim. 29. 29-u müəllim yazamıyorum. O biraz Konturlu şərti işarədən obyektin nəyini müəyyən etmək olar? uzun sahəsində. Sahə nəyə bərabərdir? Düzbucaqlığın sahəsi nəyə bərabərdir? Başım qarışdı. Enini uzununa vurursan da, demək sahəsini bilirsənsə, enini də bilirsən, uzunluğu da bilirsən. Planda yerini də bilirsən, məlum məsələdə. Yəni planda həmin yer təsvir olunubsa, demək avtomatik yerini bilirsən. Sadəcə hündürlüyünü müəyyən edə bilmirsən. Yadında saxla, bunu qeyd eləyin. Məryəm 30. Təsvir olunur. C yazmışam. Düz yazmısan. Ləman 31. B yazmışam. Miqyassız şərti işarə, taxta körpü tamamilə doğru. İndi 32 hafizə gələcək. 32 müəllim bu bir dənə baxın. 32 xətt uzunluğu təyin etmək. Mən orada müəllim mən D xətt uzunluğu D yazmışam mən. Həcmini. Aman tanrım. Çayın nəyi olur ay Hafiz? Uzunluğu müəllim, uzunluğu. Əlbəttə uzunluğu olur. Mənim başım qarışır. 33. Qarışmasın. Qarışmasın. 150 bal verən səndə. Məryəm, A yazmışam. 30 A yazmışam. xətti dəmir yol su kəməri düzdür. Ləman, C yazmışam. abidə, su quyusu, göl, miqyassız. Altta Bir də dayanacaq. Göl ben yazdıram. miqyaslıdır. Ləman xanım. Sonra Ləmandan sonra Hafiz. Müəllim A yazmışam 1-3. Çay miqyassızdır Hafiz. Xeyirli olsun çaya. Çay miqyassız. Yox Çayı mənim. səhərdən nə deyirik? Müəllim orada müəllim 1 5-dir. Bir də müəllim 2-dir. Ay sağ ol. Niyə belə əcaib qərinə səhvlər eləmsən? Məryəm Müəllim başım atmışam orada ona görə. Yaxşı. Məryəm 36. Da mən D yazmışam. D yazmısan, şoranlıq. Hə. Mənə bax, yadında saxla. Ən çox şagirdlərin bildiyi nə budur? Bu dollar işarəsinə oxşayan üzümlükdür. Üzümlük. Dollar işarəsi üzümlük. Yəni özünüzə belə not yaza bilərsiniz ki, dollar işarəsinə oxşayan şərti işarə üzümlüyün şərti işarəsidir. Ləman 37. 37 D yazmışam. Düzdür. Hafiz 38. Mənim bir deyil. 38 müəllim A variantı. Kolluqdur bu. Bu kolluqdur. Mənim bir dəqiqə qırılmış. Mən onu təsvir deyirəm. O bizim bildiyim meyvə bağıdır o. Amma o çarıxdım onun adı yadımdan çıxdı. Qırıl. Üzümlü meyvə. Dəqiqə müəllim. O bizim meyvə bağıdsa. İşte qələmə. Qırılmış. Çəmənlikdir Hafiz. Bildim mən. Çəmənlik meyvə bağı. Yadında saxla. C bəndi. Məryəm 39. Mən yaza bilməmişəm. Gözdəyarı plan almanın hansı növləri var? Qutlan Bərşid. Yəni
Yaz daha. Ləman 40. 44 deyə yazmışam. Buradakı iki məntəqə arasındakı həqiqi məsafə 3600 kilometrdir. Aysuğu. 3600-dür. Buradakı həqiqi məsafəmizdir. Buradan 5-0 silik, qalır 40. 3600 həqiqi məsafədir. Bu da miqyasdır. Həqiqi məsafə tapanda 3600 böl 40. 400. Ne 400? O da 9. Aysuğu. Hafiz 41. Müəllim 1-3, 2-3. Aha. Məryəm 42. 42. Mən ona test yazmışam. Müəllim 3, 4, 5. Hafiz bir dəqiqə dayan. Müəlliməyə bax. Dəqiq plan almada istifadə olunan alətlər bu soldur, teodolitdir. Bütün variantlardan 2-dən 4-ü silirsən, cavab avtomatik qalır A bəndi. A bəndi. Aydın oldu mu? Müəllim. Hafiz 43. Müəllim 43 biraz müəllim qarışıq idi, onu yazamadım. Əsəbləşməyin. Birə Deyim. bax. Yox, dayan, qoy öz desin. Birə bax. Müəllim, bir də müəllim 350-dir. Aha. O düzdür. 350 yox, sən onu kilometrə çevirməlisən, kilometrə. Kilometrə Hə. çevirəndə 100 minə bölürsən. 5 dənə 0 silirsən. O da düzdür. Mən bir dəqiqə qoyum. Başım qarışdı. 1 3 5. Mən 1 3 5-dir. 1 Mənim 3 5. Yox. 3-də 5 0 siləndə 550 qalır. Bu hə. 1 2 Burada 2 0 siləndə 600, 1 2 4. Burada 5-də olmalıdır 180 metr. 6-da da olmalıdır 50 kilometr. Aydın oldu mu? Bildim mən. Əla. Yaxşı, keçirik Ləmana. Ləman 44. 44'e C yazmışam. Burada deyir ki, doğru sıranı müəyyən edin. A bir kolluqdur, bu düzdür. Doğrunu deyir də, elə biri yazmalısan da Ləman. Mən yanlış yazmışam. Yox, qalan hamısı səhvdir. Bu taxta körpüdürmü? Bu şoranlıqdırmı? Bu məsəl üçün meyvə bağıdır. Bu çəmənlikdir. Hamısı səhvdir. Yaxşı. Məryəm 45. 5. Mən burada C variantıdır. C. Yaxşı. Bax, 4.5 kilometr. Bu düzdür. Burada heç bir problem yoxdur. 0.3 kilometr 2-də. Bu da düzdür. Buradan 5-0 siləndə edir 250 kilometr. 250 kilometr. Demək 3 səhvdir. Metrə çevirəndə 2-0 silirik. Demək bu düzdür. 16 metrə çevirəndə 2-0 silirik. 160. Bunu da kilometrə çevirəndə 5-0 silirik. O da olur 20. Demək 3, 5, bir də 6. 3, 5, 6. Deyib bəndi. Aydın oldu mu Məryəm? Bəli. Həmişəki qaydamızdır da Məryəm. Tək-tək olanda yazırsan, belə qarışıq olanda yazmırsan. Testdə axıra qədər baxarsın. Biz axıra qədər nə edirik? Prost bugün Ayna qonaq qismində əyləşib. Eybi yox. Yazar. Mən yazıb atacağım sizə. Tamam, mütləq, aynen mütləq. Üzünüzü də görmürəm, vəbşə əsəbləşirəm. Ləman 46. Burada D yazmışam. Birincisi kolluqdur. Düzdür. İkincisi üzümlükdür. Üzümlüyü nə demişdik Ləman? Dollar işarəsi. Hə, dollar. Bataq. Bu bataq. Çəmənlikdir. Bax belə, elə bir nəsə cızır adam belə dırnaqdan. Bax, görsən? Görsən belə.
iz qalır da. Bax odur. Yadınızda saxlayın. Dollar işarəsi nə oldu? Səmən. Üzümlük. Üzümlük. Aha, sonuncu sıradan davam edirik. Zərər yoxdur. Bugün də möhkəmləndirmə testləri falan verərəm. Dərsin yarısında keçsəm olar. Zərər yoxdur. Keçirik kimə? Bircə dəqiqə sizə bunu biri yazan var. Aha. Gəlin mən sizə biri izah edeyim. Bu tip məsələlərdə sadəcə bildiklərimizin tətbiqidir. Yəni narahat olmağınızda bir əsas yoxdur. Gəlin baxaq. Deyir ki, turistlər cənub istiqamətində 10 kilometr yol getdi. Bax, görürsüz, cənub. Düz çəkdiyim istiqaməti gənclər. Bəli. İndi növbəti istiqamət onun qaldığı yerdəndir. Bax, yadınızda saxlayın. Növbəti istiqamət onun qaldığı yerdəndir. İndi daha sonra isə 90 azimutla. 90 hara çəkəcəm mən? Sağa yoxsa sola? Sağa. Ay, sağ ol. Bu 90-da çəkdim. Deyir ki 10 kilometr yol getdilər. İndi deyir ilkin məntəqəyə hansı azimutdan qayıtmalıdırlar? Baxın indi diqqətlə. Bax, turistimiz gəldi cənuba. Cənubdan da getdi şərqə. Yəni bizə məsələdə nə deyirsə, hamısını çəkirik. Aydın oldu mu? İndi gənclər, bax bunun başladığı məntəqə budur. Bax, gördünüz? 1. İşarələyirəm. Siz özünüzdə də çəkin. Buna çox məsələ verəcəm. Bax, bunun çatdığı məntəqə də budur. 2. İndi nə deyir? İlkin məntəqə. Yəni çatdığını başlanğıcdan birləşdiririk. Bax, belə. Gördünüz? Çatdığı məntəqəni birləşdirdim başlanğıcdan. İndi bu hansı azimuta uyğun gəlir? Bir gözünüzün qabağına gətirin istiqamətləri. Şimal. Ay sağ ol Məryəm. Şimal nə? Şimal qərb. Ay sağ ol səni. Şimal qərbin azimutu nədir? 315. Ay sağ ol. Başa düşməyən var? Xeyr, mən. Bax, dediyini Deyərdik çəkirsiniz. mən. Başda. Demək, əvvəlcə turist 180 azimutla gedib cənuba doğru. Xəttimi çəkdim. Daha sonra bax çatdığı yerdən çox vaxt tələbə nə edir bilirsiniz? Bax buradan başlayır. Buradan başlayır şərqi qeyd edir. Xeyr. Çatdığı yerdən qeyd edirik. Bax çatdığı yerdən. Çatdığı yer burada. Buradan gedirik şərqə, sağa doğru. Gördünüz, bura çatdı. Deyir, çatdığı məntəqə ilə başlanğıc məntəqə, yəni hansı azimutla qayıtmalıdır? Bax, bu çatdığı yer budur, başlanğıc da budur. Bu da hansı istiqamətdir? Bax, mən neynədim? Yuxarı getdim, yuxarı şimaldır. Biraz da sola meyl elədim, soldakı qərbdir. O da olur şimal, qərb 315 dərəcə. Aydın oldu indi? Bəli. Bəli oldu. Ləman, aydın oldusa 2-nidir. Deyir 45 dərəcə azimutla 2 kilometr hərəkət edən turistlər əvvəlki məntəqəyə ən qısa yolla hansı istiqamətə qayıtmalıdır? Birinci çəkə. Çəkməyə ehtiyac yoxdur. Bizim qaydamız var idi. 180-dən kiçikdirsə nə edirdik? Hər çıxırdıq. Toplayırdıq, Hüseynə bölüb çıxırdıq. Hə. Neyniyək indi? Mənim 180. Toplayırıq da. Dayan. Hafiz qarışma. Toplayırıq. Ay, Toplayırıq. Bu da 180 üstünə 45 gələndə 225 eləyir. Bu da 2 kilometr hərəkət. Yo, Edən 2 turistlər kilometrdən əvvəl. baxırsan, qulaq as müəlliməyə. Tapdın sən 225-i. 225 üfüqün hansı cəhətidir? Cənub qərb. Bəli, düzdür. Cənub qərb. Aha, Hafiz 3-üdür. 3-ü. Bir dəqiqə, mən 180-dən böyük olan sənədləri. Şimal qərb. Bir dəqiqə, mən. Mənim orada bu deyiləmi? Bəli, cənub qərb, cənub şərq. Cənub qərb. Bir dəqiqə dayan. Cənub qərb 225-dir, amma cənub şərq 135-dir.
Cənub-qərb uyğun gəlir, şərq yox. Onda cənub. Onda müəllim bir dəqiqə. Şimal qərb, cənub. Cənub qərb. Mən bunda da mənim orada 100% mənimdir. Bəli, cənub-qərb, şimal-qərb olur. Ayna 4-ü de. Deməli, müəllimə 4-də C olacaqdı. Ay, sağ ol. Əsas zəhətdən əzimutu. Bəli. Məryəm Qasımlı. 5-i de. Bəli, müəllimə. 5-də 135 dərəcə. Oxu da Məryəm. 135 dərəcəlik azimutla 3 kilometr hərəkət edən səyyahlar əvvəlki məntəqəyə ən qısa yolla hansı azimut və istiqamətlə qayıtmalıdırlar? 135-də 180-dan böyük. 180 Hə, elə. İzah eləyim. Dayan. 180 ilə 135 toplayırıq. Aha, edir 315. 315 də şimal-qərbin istiqamətidir. Məryəm 6. Cənub şərqin cəhətdən azimutu müəyyən edin. B-dir. Ay, sağ ol, B. Hamı qeydlərini aparsın. Hamı qeydlərini aparsın. Yaxşı. Ləman 7. Sxemdəki obyektlər hansı istiqamət azimutda yerləşmişdir? Burada bir tapım qoy. Burada obyektin yeri şimal şərq tərəfə yerləşir də. Şimal şərq. Ləman. Bu xəttə bax. Bu şimaldadır. Bu göyə baxır, yoxsa yerə baxır? Bu xətt cənub şərq. Ay, Yox, sağ ol da. cənub Cənub şərqdə, Ləman. Bunları O da 45. Aha, 135. Yaxşı. Hafiz 8. Mən 175-dən 180 toplayır elə 350 dəqiqə. 355. Düzdürsən, 355. Ayna 9. Deməli, 85 dərəcə azimutla 3 kilometr hərəkət edən müşahidəsi əvvəlki məntəqəyə ən qısa yolu hansı azimutla geri qayıtmalıdır? Biz burada müəllimə 85 ilə toplayacağıq. Dəqiqə. 85 ilə toplayacağıq 180-i. O da eləyir 265. Ay, sağ ol. Qasımlı Ləman 10. Qasımlı Məryəm. Ləman demiş. Bəli, müəllimə. 10. Məhəldə üfüqün cəhətlərini təyin etmək üçün hansı alətdən istifadə olunur? Ruletka. Yox. Kompas. Ay, sağ ol. Kompas. Çində ixtira olunub. Yaxşı. Məryəm. Səyahətçinin gecə vaxtı yol gedərkən qütb ulduzunu önündə görərsə, hansı istiqamətdə gedir? Şimalla. Ay, sağ ol. Özünüzə qeyd yazın. Qütb ulduzu şimalı göstərir və yalnız şimal yarımkürəsində olur. Qeyd yazın. Yəni bir dənə qeyd dəftəri tutun. Qütb ulduzu şimalı göstərir və yalnız şimal yarımkürəsində olur. Aha. Məncə qeyd etdiniz. Hafiz 12. Müəllim, ikidə deyəşim 215 üfüqün hansı istiqamətdə azimutdur? Cənub qərb. Mənim orada E-dir. Cənub
Üç Yo, soru. çarıxdım. Şimal qərb, Müəllim, şimal qərbdir müəllim, D variantı. Şimal-qərb. Özündə də qeyd elə. Sonuncu sual ayna. Müəllim, onu da Deməli, o deyil. halda 100 dərəcə azimutla gedən səyyah hansı azimutla geri qayıtmalıdır? Bu müəllim 180-dən kiçikdirsə, biz 180-lə toplayacağıq, o da eləyəcək 280 dərəcə. Bəli. Gənclər, bugün müəllimə sizə dərs keçməyəcəm yeni. Çünki gördüm ki, burada problemləriniz var. Növbəti dərs üçündə yenə sınaq göndərəcəm sizə. Həmin sınağı işlədikdən sonra artıq növbəti dərs dərs keçəcəm. İndi nə edirəm sizə? Keçən dərs yoxlama verməmişdim yadınızda. İndi yoxlama verirəm. Məryəm, birinci dəfə qatılmısan, ona görə sənə izah edək. Demək Məryəm, biz dərsi izah edirik ki, dərsi izah etdikdən sonra bir dənə yoxlama testi veririk. Sadə testlərdir. Həmin testlərə əsasən müəyyən edirik ki, bugün biz dərsdən nə qazanmışıq. İndi mən keçən dəfə sizə yoxlama verməmişdim. İndi bax bu 10 sualdan ibarət yoxlamanı verirəm. 10 dəqiqəyə məncə işləyəcəksiniz. Tamamdır? Yaxşı müəllim. Bir dənə baxın qrupa göndərmişəmmi? Görün gəlib qrupa. Yaxşı müəllim. Başqa dərs qrupuna göndərirəm. Aha, hər ehtimal müəllimə bax bu belə qoydum. Belə də baxa bilərsiniz. Dərslərimizdə bitirdikcə belə deyə bilərsiniz ki, məsələn mən bitirdim keçən dəfəyə kimi. Tam bitirəndə yoxlayıb bir dənə sınaq göndərəcəm sizə bu mövzuya uyğun. Razılaşdıq? Oldu müəllimə. Aha. İndi suallarınızı verə bilərsiniz. Demək, abituriyent hazırlığıdır. 10-11-ci sinif. Dərslərimiz də 1-3-5, 19-00, 20-30 aralığında keçirilir. Sualınız varsa verə bilərsiniz. Sevimli moderatorum. Necəsən Nəzrin? Nəzrin, üçbucaq üsulundan izah etmişəm. Sadəcə bunlar, belə deyək də, imtahan verəcəklər və sıfırdan başlayıblar. Yəni sıfırdan başlayıblar. Ona görə riyaziyyatları çox zəifdir, hədsiz dərəcədə. Yəni 100 minə bölmə, 100-ə bölmə, hətta bunlarda çətinlik çəkirlər. Ona görə yəni tək çarəmiz budur ki, onlar düsturu əzbərləsinlər və düsturu tətbiq etsinlər. Yəni belə deyək də, o üsuldan da öyrətmişəm təbii ki, sahə düsturunu üçbucaq üsulundan, yəni birini tutanda digərini tapmaq. Amma burada ciddi bir riyazi bir problem var. Onu ancaq bu şəkildə həll edə bilərik ki, maksimum olaraq məsələn bu dərsin üstündə qaldım və yenə sınaq verəcəm, yenə tək-tək yoxlayacağam. Çünki onlar elə bilirlər ki, məsəl üçün bəzən tələbə elə bilir ki, əşi mən deyəcəm 5-də səhvdir, 3-də səhvdir, müəllim 5-3-ü izah eləyəcək, bitəcək. Amma mən nə edirəm? Məsələn deyirəm ki, sən filanını izah elə, sən filanını izah elə. Çünki sıfırdandır, yəni baza yoxdur, hazırlaşmayıblar. Bir dənə orada cavab verən tələbəm var. O da keçən il məndən hazırlaşan, 9-cu sinifdə məndən hazırlaşan Ləmandır ki, yəni konkret cavabları verir də. Yəni təbii ki, hələ 3 dərsdir də, yəni o qədər tez nəticə gözləmirik. 2-3 aya artıq onlarda sistem oturacaq. Çünki ilk dəfə qatılırlar hazırlığa.
coğrafiyadan söhbət gedir. Ona görə yəni konkret düstur və tətbiq şəklində. Fiziki tərbiyə, miq və sertifikasiya. Məncə mənim səhifəmdə ancaq coğrafiya müəllimləri var. Ona görə fiziki tərbiyə müəllimlərinin səhifəsinə əsas daha uyğun olar. Nəzrin, səssiz etməyinə gərək yoxdur. Yox, qətiyyən səssiz etmə. Narahat olma yəni. Yo, qətiyyən etmə. Öz belə deyək də beyninin məhsulunu satır deyək də, hamımız eləyik də. Ona görə narahat olma. Nəzrin, sən neçənci kurs oldun? Müəlliməm, mən də qurtardım. Aha, əla Məryəm. Sən də bitdi. Məryəm Qasımlı. Nəzrin, gələn bitirirsən. Vay. Yo, mən sən hələ tələbə vaxtın yadımdadır. Mən elə bilirəm, sən 2 filansan. 3-ə keçirsən də, sən 3-ə keçirsən, düz bilirəm də. Salam. Şagirdim Röya. Hansı Röya? 6-cı sinif, yoxsa tələbə Röya? Mən evliyəm, çox sağ olun. Vay. Vay. Qolunu silək. Üzülürük, qınayırıq. Amma heç nə eləyə bilmirik. Beyinsiz insanları. Zərəri yoxdur. Bitirmədiniz, gənclər. Mən bitirdim. Əla, Məryəm də bitirdi. Məryəmlər bitirdi. 2 sualım qaldı. Okay. Qurtardım müəllimə məndən. Aha, Hafiz də bitirdi. Bir Ayna qaldı. Oy. Ayna, bizi eşidirsən? Neçə sualın qalıb əzizim? Bitirdim müəllimə. Okay. Başlayaq. Müəllimə, səsiniz gəlmir. Səsi açmamışam. Vay. Səsi açmayıb. Bayaqdan soruşuram ki, Ayna, sənin neçə sualın qalıb? Əla. Okay, hamı bitirdi də. Görək mənim sevimli şagirdlərim bir
check-up kimi bir şeydir də bu. Yoxlayırıq ki, bu gün nə öyrənmişik. Bax, onun ondan necə çıxdılar. Məryəm Qasımlı. Biri deyə əzim. Yaxşı, mən ədədin miqyası 1/500 min olan xəritədə iki məntəqə arasındakı məsafə 4 sm-dir. Bu məntəqələr arasındakı həqiqi məsafə neçə kilometrdir? Burada 1/500 mindən 5-dən 0 silirik. Sonra 4-ə vururuq 5-ə, o da eləyir 20 kilometr. Əlasan. Bu dərsi mən sənə izah eləməmişdim. Vay. Məryəm. Digər Məryəm. 2. Cavab C. Necə hesabladın? 150 böldüm 30. Okey. Tamamilə doğru. C. Düz almışsan. Ayna. Deməli, müəllim, 3-cü sualda mən yazmışam ki, burada 5 0 siləcəyik, o da eləyir C bəndi. 5-0 siləndə C eləyir. Hə, düzdür. Mənim gözü o deyil. Hafiz bəy, 4. Mən müəllim 4-də yenə də müəllim vurmuşam 80-i də 100 mi? O dedi 800 mi? 800 min də böldüm 2, o da 400 min də. Yəni mən 400 min aldım. Mən D variantı. Hafiz, sənə verilib həqiqi məsafə, bir də xəritədəki məsafə. Miqyası necə tapırsan? Miqyası tapmaq üçün müəllim xəritədəki məsafəni tapırıq müəllim. Həqiqi məsafəni xəritədəki məsafəyə bölürsən. Yəni neynirsən? 80-i bölürsən 2-yə. Neçə eləyir? Adam müəllim 4. 40 hemen. 40. Başım yetmiyor müəllim, üzr istəyirəm. Riyaziyyat öyrədəcəm, vurma cədvəli soruşacağam gələn dərs. 40-ın yanına da 5 0 əlavə edəndə hansı bənd olur ay Hafiz? Gerçekten müəllim. 40-ın yanına 5 0 ay Hafiz. Hansı bənd olur? Müəllim 40-ın yanına 5 0 müəllim. 40 min də müəllim. 40-ın yanına 5 0, 4-ün yanına 5 0 yox. Müəllim, bəs min deyirəm. Siz niyə müəllim deyirsiniz müəllim çərtdir? 4 milyon, 400 min 4-ün yanına 5 0 yazanda olur. Bax, A bəndinə görürsən, 4-ün yanına 5 0. Amma 4 milyon, bax 4 milyon 40-ın yanına 5 0 yazanda olur. Aydın oldu mu? Oldu müəllim, üzr istəyirəm. Bu istilər mənim beyin klapalarımı öldürüblər. Bir də hava soyuyanda, sonra təzədən isinəndə görərsən o imtahan vermirsən. Əl çəkən deyiləm, Hafiz. Öyrən. Yaxşı. Ləman 5. 5-də burada 5-dir, deyək 100 mindir, hədə 100 min xəttəki uzunluğu 5 sm olarsa, yol ərzində real neçə metrdir? Neynəmsən? Mən burada 5-i minə vururam. Əslində düz eləmsən, yəni nə etmisən? Əvvəlcə bunu çevirmisən metrə, 2-0 silmisənmi? 1000. 5-i də 1000-ə vuranda 5000. Düz etmisən. Məryəm Qasımlı, 6. Bəli, müəllim. Şərq istiqamətinin azimutu neçə dərəcədir? Burada cavab 90 dərəcədir. Ay, sağ ol səni. Məryəm, 7. 7. Səyyah başlanğıc nöqtəsindən 45 dərəcə azimut hərəkət etkən başladı. 10. Dıdı məndən. Nədir? İzah elə də Məryəm. İzah elə. 45-dən gedibsə hansı istiqamətdə qayıtmalıdır? Şimal-şərq. Ay mənim gözəlim. Şimal-şərq 45-indir. Geri qayıtmasını o hansı istiqamət? 180-dən soruşur. Hə, üzr istəyirəm. Mən səhv başa düşmüşəm. 45 nə olur? Şimal-şərq. Bəli, düzdür. Elə bilmişəm deyir ki, qayıtmasını. Yaxşı. Ayna 8.
Deməli, müəllimə 8-də mən yazmışam A bəndi. Ona görə ki, burada elə bil əks azimut olduğuna görə, yəni 180-dən böyükdür. O da 180-dən 180 çıxanda 0 dərəcə eləyir. Əlasan. Hafiz 9. Mən də yazmışam. Bəli, 90-dan gedirsə, şərqdən gedirsə, qərbdən qayıdacaq. Ləman 10. Onda da deyək ki, şimal-qərb istiqamətinin azimutu neçə dərəcədir? Şimal-qərbdə orada 315 yazmışam. İyi variant. Ay, sağ ol. İndi bir-bir sayın düzlərinizi müəlliməyə deyim. Aha. Başlayaq ayna. Neçə düz? Müəllimə, mənim səhvim olmadı. Əla, 10 düz. Hafiz? Səhvsiz müəllim. Səhv. Bir dənə müəllim orada şeydir, o bayaqçı dedinizdə müəllim başım qarışdı. Səhvdir o. Özünə qarşı ciddi ol, Hafiz. Nə olsun müəllim, indi o səhv saymır da müəllim, indi yaxşı olsun 9. Hə. Ləman səndə? Səhvsiz. Okay. Məryəm Qasımlı? Müəllim, məndə də səhvsizdir. Məryəm? Səhvsiz. Aha, demək ki, nəymiş? Sizə öyrədə bilmişəmmiş bu azimut, miqyasla bağlı məsələləri.